Hz. Məhəmməd sallallahu aleyhi və səlləm adlı bir şəxs deyir, mən Peyğəmbərəm. Ona qarşı çıxan, indi ətraf Yəhudi, Məsihi qəbilələrini demirəm, onlar kənarda. Ona qarşı çıxan şəxslər 13 il Məkkədə müttəfiqləri ilə birlikdə, hətta Peyğəmbərin öz əmisi ilə birlikdə Peyğəmbərə və ona iman gətirənlərə zülm eləyirlər. Peyğəmbər və ona iman gətirənlər reaksiya vermir, adekvat olmur. Allah icazə vermir. Hətta 420 kilometr məsafə qət eləyib başqa bir şəhərə köçürlər. Ki, madəm istəmirsiniz biz Məkkədə yaşayaq, əmlakımız da qaldı burada ki, köçürük Mədiniyə. Həmin bu Məkkədəki müttəfiqlər ki, Peyğəmbəri mühasirəyə salmışlar, 3 il öldürməyə zəhd göstərdilər filan, hücum eləyirlər Mədiniyə. Kimin başçılığı altında? Əməvi axsaqqalı Əbu Sufyanın, Əbu Cəhlin, nə bilim, As ibn Vailin və sairələrinin başçılığı altında. Ütbənin filan. Bədir döyüşü olur. Əməvilər məğlub olurlar. Gedirlər bir müddət sonra Uhud döyüşünü bərpa eləyirlər. Qismən müsəlmanları məğlub eləyirlər, tam eləyə bilməsələr də. Biraz keçir, nə bilim, Hüneyn olur, nə bilim, Xəndəq olur, Xeybər olur. Yəni, bütün müharibələrə baxırsan, ya Əbu Süfyan və Əməvilər birbaşa sərkərdədirlər, ya da onların qızışdırdıqları qəbilələrdə hücum eləyiblər. Yaxşı. Əbu Süfyanın evi fəth olunmayınca müsəlmanam demir. Ona görə Əleyhisselam buyurur ki, ləm əsləmu bəl istəsləmu. İman gətirmədilər, təslim oldular. Müsəlman olmadılar, təslim oldu. Başqa çarə yoxdur da. Yəni, kənardan tarixə baxan adam nə qədər dayaz düşüncəli olmalıdır, fikirləşsin ki, yox, Əbu Süfyan səmimi idi imanında. Bunun evi fəth olunmayınca bu iman gətirməyib. Adam nə qədər gülünc səviyyəli olmalıdır ki, bunu düşünsün ki, imanında səmimi idi. Ömür boyu bu düşmən olub İslama. 10 il döyüşüb bu İslama qarşı. Və sonradan xilafətin ki, məcrası dəyişildi. Əbu Süfyan oğlu Muaviyə gəldi hakimiyyətə. Və biz düşünməliyik ki, Muaviyə səmimidir. Yəni, Bədirdə müsəlmanlara qarşı döyüşən Muaviyə 10 ildən sonra çevrildi, oldu təqvalı bir mömin. Yəni, bu nə deməkdir bu? Yəni, bunu hansı ağıllı qəbul